Baba, sana göre en lezzetli dad nedir? Cərfəsində, Var. cərfəsində göz qabağında da qarpız, yanında da pendir. Allah bunu icad eləyən atasına rəhmət eləsin. Getdi. Amin. Xoşbəxtlik nədir? Doğmalarınla keçirdiyim vaxt. Bu şahmat elə bir hakimiyyət deməkdir. Bax burada şah da var. İnsan yaşa dolduqca anlar ki, xoşbəxtlik bahalı maşınlarda, böyük evlərdə, yüksək vəzifələrdə deyil. Xoşbəxtlik nəvənin gülüşündə, övladın necəsən sualında, valideynin duasında, ailə ilə keçirilən, süfrə arxasında içilən bir stəkan çayda gizlənir. Elə buna görə də atalarımız əbəs yerə deməyiblər, dövlətdə dəvə, övladda nəvə. Bu istidə nəvələrimi sevindirməyin ən gözəl yolu qonşum obadan keçməkdir. 16-29 iyul tarixləri arasında Oba Marketlər şəbəkəsində qonşum üçün yay ləzzətləri kampaniyası başladı. Nəvələrimin sevdiyi sərinləşdirici içkilər, çərəzlər, cipslər, şirniyyatlar və yay günlərinin digər ləzzətləri indi daha sərfəli qiymətlərədir. Nəvəmin üzündə təbəssüm görməkdən gözəl nə var ki? Mən də fürsəti qaçırmadım, yaxınlıqdakı Oba Marketə baş etdim. Həm səbətim doldu, həm də cebim sevindi. Siz də doğmalarınız ilə gözəl vaxt keçirmək istəyirsinizsə, bu yay fürsətlərini qaçırmayın. Bəli, sosial şəbəkələrdə vaxt keçirmək maraqlıdır. Saatlar videoya baxırsan, paylaşımlar edirsən, amma inanın, heç bir ekran doğmalarınızla birlikdə keçirdiyiniz bir saati belə əvəz edə bilməz. Telefonu bir kənara qoyub, sevdiyiniz insanlarla səmimi söhbət etmək, birlikdə gülmək və gözəl xatirələr yaratmaq ömrün ən böyük sərvətidir. İmkan tapdıqca valideynlərinizlə baş çəkin, övladlarınızla oynayın, nəvələrinizlə gülün, dostlarınızla görüşün. Çünki ömrünün sonunda insan topladığı pullar deyil, birlikdə yaşadığı gözəl anları xatırlayır. Allah hər kəsə doğmalarla birlikdə sağlam, xoşbəxt və bərəkətli ömür nəsib etsin. Amin.